Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulillahi ve ba'd. Salamlayıram hər kəsi Allahın salamı ilə. Sonra elhamdülillah biz davam edə bilirik dərslərimizi. Allah Teala lütfüdür hər birimizə, həm örgədənə, həm örgənənə. Çünki yəni örgədən yoxdursa örgənən olmaz və örgənən olmasa da örgənəndə bir fayda yoxdur. Faydası yalnız özünə olur. Ona görə biz yəni bir-birimizi tamamlayırıq. Bir-birimizi yəni kamilləşdiririk. Hər birimiz yəni bu nemətə görə Allah Taalaya şükür etməli, həmd etməli və yəni onu razı salan, onun rəhmətini gətirən və xeyrini, bərəkətini artıran əməllərdən bacardığımız qədərində möhkəm yapışmalıyıq ki, hətta bizim üçün xeyir hasil olsun. Və elm də xeyirdir və özünə xeyir gətirib. Və Əli radiyallahu möminə əmri elmi vəsf eləyəndə gözəl bir vəsf eləyib. Elmlə malı vəsf eləyib. Deyib ki, Əl-məlu əntə tahfazuhu. Mal onu sən qoruyursan. Vəl-ilmuhu və yahfazuk. Elm isə sənə qoruyur. Yəni, Əli radiyallahu bu kəlməsi böyükdür əslində. Yəni, insanın cibində biraz pul olanda narahat olur ki, birdən düşməyib. Yəni, cibində baxır hərdən, maşında açır, baxır. Falan narahat olur. Çünki Əl-məlu əntə tahfazuhu. Mal, sən onu qoruyursan. Əl-ilmuhu və yahfazuk. Elm isə sənə qoruyur. Elm sənə qoruyur pis fikirlərdən, pis şübhələrdən. Ona görə bunun üçün cəm olmaq, bunun üçün yığışmaq böyük bir fəzilətdir və Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi həm örgədən olaraq, həm örgənən olaraq bu fəzilətdən ayırmasın. Sonra biz davam edirik, gəlib çatdıq artıq yəni məsələlərdən biri, o da Allah Taala'nın əli. Allah Taala'nın əli. Yəni Allah Taala'nın əli var. Əhl-i-sünnə etiqadıdır. Necədir əli? Özünə layiq şəkildə. İndi oxuyacağıq və toxunacağıq ayələrə və toxunacağıq hədislərə, toxunacağıq sələf alimlərinin sözlərinə və qeyd etdik ki, bizim məqsədimiz İbn Teymiyədən qabaqki əsr yaşamış alimlərdən gətirməkdir. Hətta bəzi insanlar narahat olmasınlar ki, biz ancaq və yalnız İbn Teymiyədən gətirdik. Allah Teala iblisə deyir. O vaxt ki, o iblis səcdə eləməkdən imtina eləyir, səcdə eləmək istəmir. Allah Teala buyurur ki, iblisə xitabən mə mənəəkə ən təscudə limə xaləqtu biyədəyi. Yəni, ey iblis, sən mənə səcdə eləmədin. Səni səcdə eləməməyə nə vadar etdi? Yəni, nə üçün sən səcdə eləmədin? Mən iki əlimlə yaratdığıma. Və ayədə göstərir ki, Allah Teala deyir ki, iki əlimlə yaratdığıma. İki əlimlə yaratdığıma və ayədə əl sözü ikilikdə gəlib. Ərəb dilində söz ya tək olur, ona da mufrad deyirlər. Məsələn, yəd. Yəd sözü təkdir. Yəd sözü ərəb dilində təkdir. Var cəm. Cəm də nədir? Əyd. Əyd, yəd sözünün cəmidir, yəni əllər. Ərəb dilində bir də var ikilik. Ona deyirlər müthənnə. İkilik nədir? Yəni sözün ikilikdə işlənməsi. Yəni rəqəm işlətmədən ərəblər bir sözü ikilikdə deyə bilirlər. Məsələn, biz deyə bilmirik. Biz deyirik ki, kitab. Ərəb demir ki, kitab. Ərəb deyir kitəbən. Məsələn, kitab, kitabun. Cəmi kutubun, kitablar. Yaxşı, iki kitab, kitəbəni. Aydındır, yədun təkdir. Əydun cəmdir. Yaxşı, iki əl, yədəni. Yədəni. Allah Teala deyir ki, ey iblis, səni iki əlimlə yaratdığıma. Burada yəd sözü ikilikdə gəlib. İkilikdə gəlib. Ona görə əgər
Bir gündən bir uşaq olur. Əgəri saxlayaq, bir gündən bir uşaq olur. Atası onu göndərir bir Quran aliminin yanına, Quran bilənin yanına və Qurandan elmi olanın yanına, deyir, ged ona Quran oxu. O da gəlir, başlayır ustadın yanında, alimin yanında öyrənməyə. Qul huvallahu ahad, qul əd rabbil fələq, min şərri mə xələq, qul əd rabbin nas, məlikin nas. Oxuya gəlirlər, çatırlar. Təbbət yedə əbi ləhəbin və təb. Orada Əbu Ləhəbin iki əli qurusun axı. Təbbət yedə əbi ləhəbin və təb. Qari indi uşağı öyrədir, yavaş-yavaş oxuyur ona. Məsələn üçün belə deyir, qul əuzu, o da deyir, qul əuzu. Yəni ayələri qıra-qıra deyir ona. Uşaq isə ərəb dilini bilir. Müəllim deyir, təbbət yedə. Uşaq deyir, təbbət yedən. Orada yedən nunu demir şeyx. Çünki nun orada silinib. Çünki əl sözü Əbu Ləhəbə izafə olunub, aid olunub deyənə. Aid olmanda nun hərfi silinir. Amma aid eləməsən heç nəyə, gələ nunu deyəsən. Bu deyir ki, təbbət yedə, nunu demir, yedən olmalıdır. Çünki Əbi Ləhəb gəlir axı. Əbi Ləhəbə görə nun silinib. Amma uşaq axı birinci səfərdə öyrənir surəni. O bilmir orada nəyəsə izafə var, nəyəsə əlavə, yəni aid olunacaq bu iki əl. Ona görə deyir təbbət yedən, müəllim deyir təbbət yedə, uşaq deyir təbbət yedən, belə davam edir. Atasını çağırır. Deyir, bu uşaq sözə baxmır. Deyir, niyə sözə baxmır? Deyir, sən deyir, mən deyirəm təbbət yedə, o deyir təbbət yedən. Deyir, uşaq düz deyir. Sən deyirən ki, təbbət yedə əbi, belə demə. Çünki sən elə yerdə kəsirsən ki, orada təsniyədir, ikilikdədir. Sən o nunu, yedən, nunu silməyin, uşaq ərəb dilini bilir. Bilinir ki, o yalnız izafə olanda, nəyəsə, bu əl nəyəsə nisbət olanda silinə bilər, yoxsa silinmir. Sən düz eləmirsən. Yəni, ərəb dili aydındır. Ərəb dili aydındır. Ey iblis, səni iki əlimlə yaratdım. Allah orada əli özünə nisbət edir. Bir yədəyi, mənim iki əlimlə. Aydındır? Və həmçinin bu Sad surəsi 75-ci ayədir. Allah Teala buyurur ki, başqa surədə, Xoca Maidə surəsi 64-cü ayədir. Və qalətil yəhudu, yahudilər dedilər, yədullahi məğlulə. Allahın əli bağlıdır. Allah deyir, "Gullət əydihim və lu'inu bimə qalu." Öz əlləri bağlandı. Və nə dedilərsə o sözə görə lənətləndilər. Yəni Allah Taala'nın əli bağlıdır deməklə lənətləndilər. Allah deyir, "Bəl yədəhu." Əksinə iki əli də. Orada yenə nun silinib, "Bəl yədənəhu" olmalıdır. Yədəhu yenə Allah'a izafə olduğuna görə o iki əl. Əksinə onun iki əli. Bəl yədəhu. Əksinə onun iki əli orada uzadırsan, uzatma bildirir ki, iki dənədir. Bəl yədəhu məbsutatən. Uzatma ilə bildirsən ki, orada bəl yədəhu yox. Yədəhu onun bir əli. Amma bəl yədəhu artıq orada ikilikdən aydın bəhs etdiyin görürsən. Hu isə əvəzli idi, Allaha əvəz edir orada Allah sözünü. Yəni, əksinə onun əli məbsutatəni, iki əli də açıqdır. Və məbsutətən, əldən sonra gələn açıqdır. Aydındır, əli bəyan edir. O da ikilikdə gəlib. Məbsutun açıqdır. Məbsutatəni, ikisi də açıqdır. Sələf elə belə deyil mi? Sələf elə belə deyil mi? Bəziləri iki, yəni nə var burada? Allah deyir ki, bəl yədəhu məbsutatən. Yunfiqu keyfə yəşə. İstədiyi kimi xərcləyir. Yəni, istədiyi kimi paylayır, istədiyi kimi bölür. Ona görə bölgü də Allahın da, yəni bəzi insanlar narazıdır. Yox, bölgü də onundur. Həmçin bu ayə dəlildir. Gələcək bu ayələrin şərhlərinə.
Baxma ki, eləyir izah. Həmçinin Allah Teala Quran-ı Kərimdə Zümer surəsi olmalı. Zümer surəsi bəli 67-ci ayəsində buyurur ki: "Və ma qaderullaha haqqa qadrihi." Allahı haqqı ilə dəyərləndirmədilər. "Vel ardu cemi'an qabdatuhu yawmal qiyamah." Yer qiyamət günü onun sağına büküləcək. Sağ ovucuna. Qabda. Qabda ovuc demək. "Vel ardu cemi'an qabdatuhu yawmal qiyamah." Get ərəblərdən, məsələn, ərəb dilində olduğuna görə bilirəm. Deyirəm ki, eş qabda. Qabda nədir? Mə qabda. Qabda, qabda, qabda. Hədə qabda, hədihi qabda. Bu qabda. Qabda yəni belə. Ona görə hədislərdə gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm və İbn Ömər daha doğrusu bir qabdadan artığı kəsərdi. Yəni bir ovucdan saqqalı. Bəzi əsərlərdə gəlib sahabelərdə, Əbu Hüreyrədən, İbn Ömərdən. Gəlib ki, bir qabda. Qabda bəllidir. Qabda yəni bir tutum, bir ovuc. Allah deyir ki: "Vel ardu cemi'an qabdatuhu yawmal qiyamah." Yer o gün aydındır. Onun qabdasına büküləcək. Yəni ovucuna. "Ves semavatu matwiyatun bi yamini." Səmalar da sağına büküləcək. Necə özü bilir, Allah bilir, biz onu bilə bilmərik. Və sonra buyurur ki, Allah Teala biyeminihi subhanahu ve taala amma yüşrikun. Yəni Allah onların qoşduğu şirklərdən uzaqdır, yəni tay bərabəri nöqsanı yoxdur. Və əl və ovuc Allah Taala'nın sifətidir. Əl və ovuc Allah Taala'nın sifətidir. Əhl-i sünnə vəl cemaat buna iman eləyir və bunu isbat eləyir. Heç bir bənzətmə etmədən, başqa məna vermədən, yozmadan yəni, inkar eləmədən və oxşatmadan Əhl-i sünnə vəl cemaat isbat eləyir. İbn-i Cərir rahimehullah Tabari buna deyirlər İmamul Müfəssirin. Ləqəbi, şeyxin ləqəbidir bu. İmamul Müfəssirin, yəni təfsir alimlərinin imamı Tabari rahimehullah. Narahat olmasınlar, hicrətin 310-cu ildə dünyasını dəyişib. Yəni İbn Teymiyədən narahat olmasınlar. Babaları da yox idi İbn Teymiyyə. Rahimehullah deyir ki, təfsirində İbn Ömərdən, yəni İbn Ömərə qədər sənəd gətirir. Deyir ki, İbn Ömər qalə, dedi ki, xalaqallahu arba'atan biyedi. Allah 4 şeyi əlinə yaradıb. Allah 4 şeyi əlinə yaradıb. El-arş, ərş, və adn, yəni adn cənnətin. Vəl-qələm, qələm və Ədəm və Adəm. Bu 4'ün əlinə yaradıb. İbn Ömər radiyallahu anh bu sözü deyib. Və sonra izah edib. ثُمَّ قَالَ لِكُلِّ şey. Sonra isə başqa hər bir şey üçün dedi ki Allah, kun fəyəkum. Ol və onlar oldular. Allah 4 şey əlinə yarattı. Ərşi, adın cənnətin, qələmin və Adəmi əlinə yarattı. Bunlar istisna oldu. Nədən? Ol dedi və oldudan. Çünki İbn Ömər bu 4 şey deyəndən sonra deyir ki, sonra başqa şeylər üçün dedi ki, ol və onlar da oldu. Allah Teala onları qüdrəti ilə yarattı. Ol. Amma Adəmi əli ilə. Adın cənnətin əli ilə. Ərşi əli ilə və qələmi əli ilə. İmam Tabari rahimehullah öz təfsirində gətirir bunu, həmçinin başqa alimlər öz kitablarında. Və burada mühüm məsələ var. İbn Ömər radiyallahu anhu fərqləndirdi Allahın əlinə yarattıqlarını, Allahın ol deyib yarattıqlarını. Dedi ki, Allah 4 şey əlinə yarattı. O ərşdir, ədindir, qələmdir və Adəmdir. Sonra qalan hər bir şeyə dedi ki, ol və oldular. Bu hədisin, bu əsərin hökmü rafdır. Raf yəni Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Bunu İbn Ömər deməyib. Ne üçün qardaşlar? Ümumiyyətlə elm elə bir şeydir ki, o müşkülləri açır.
Elimsizlik elə bir şeydir ki, aydın olan, yani elim olmayan, elimsizlik elə bir şeydir ki, aydın olmayan, aydın olan şeyləri belə müşkülə salır. Yani elim aydın olan şeyləri, müşkülləri aydınlaşdırır. Müşkül olan şeyləri elim aydınlaşdırır. Cəhalət nədir? Aydın olan şeyləri müşkülə salır. Hədis alimləri sahabələrin belə sözlərinə, yani bu söz Allah dörd şeyi əlinə yaradıb. İbn Ömər deyib bunu. İbn Ömər sual çıxır. İbn Ömər özündən belə şey deyə bilərmi? Yox. Bunu Peyğəmbərdən eşitib sallallahu aleyhi ve sellem. Lakin sahabələrə icazəlidir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib deməsin. Çünki sahabələr adildir. Onların üzərində yalan təcrübə olunmuyor. Radiyallahu anh. Onlardan sonra gələn hər bir kəsin sözü mikroskop altındadır. Yəni, baxılacaq, ölçüləcək, biçiləcək falanla. Amma sahabi radiyallahu anh, sahabi radiyallahu anh öz dediyi sözlə Allah Rasulundan deyib də, amma Allah Rasulunun adının çəkmədiyi şeyləri necə fərqləndirilir? Yaxşı. Yaxşı, sahabi radiyallahu anh deyib ki, İbn Ömər məsələn misal, deyib ki, Allah Teala falan şeyi falan cür etdi. Və bir şeydə deyib İbn Ömər, belə olmaq belədir. Fərq. Fərq nədir? Hardan bilirsən ki, bu İbn Ömərin sözüdür? Bu İbn Ömərin sözü deyil, Allah Rasulunun sözüdür. Lakin öz sözü kimi deyir. Qardaşlar, alimlər belə şeylərə qayda qoyublar. Sahabi əgər qeybi bir şey xəbər verərsə, Allah Rasulunun adını çəkmədən, ki falan şey haramdır, bu mütləq Peyğəmbərdən eşitib sallallahu aleyhi ve sellem. Çünki sahabi halal haram işinə baxmaz. Halal və haramı sahabi deməz. Halal Allah və Rasulunun işidir. Haram Allah və Rasulunun işidir. Əgər sahabi deyirsə belə bir şey, bu halal və haramdırsa deməli Peyğəmbərdən eşitib sallallahu aleyhi ve sellem. Əgər sahabi cənnətdən və cəhənnəmdən xəbər verirsə, hansı əməl ki aparır cənnətə, hansı əməl ki aparır cəhənnəmə, xəbər verirsə, Allah Rasulunun adını demirsə, deməli Allah Rasulundan eşidib onu deyir. Çünki sahabəyə olmaz belə söz demək. Bu Allahın nazil etdiyi kitabında ya Peyğəmbər sallallahu aleyhi ve sellemin dilində, sünnətində olur. Və ya sahabə qeybdən xəbər verir, necə indiki İbn Ömərin rivayəti. Deyir, Allah dörd şey əlinə yaradı. Necə alimlədir ki, la yuqalu min qibəlir ray. Yəni, rəy və öz fikir qəbiləsindən deyilə bilməz bu söz. Bu yalnız və yalnız vəhidən doğan bir, vəhiyə bağlanan bir kəlmədir. Lakin indi yəni adam demir Allah Rasulü sallallahu aleyhi ve sellem belə deyib, deyir ki, Allah dörd şeyi əlinə yaratdı. Və ya belə rivayətlər Allah Rasulü sallallahu aleyhi ve sellemin adı çəkilib. Yəni İbn Ömər başqa bir rivayətdə deyir ki, və ya başqa sahabi başqa bir rivayətdə deyir ki, Allah Rasulü dedi ki, Allah dörd şeyi əlinə yaradı. Desə gücləndirir. Deməsə hökmü Allah Rasuluna gedir. İbn Ömərə yox. Ona görə bu hədisin hökmü, bu hədis Peyğəmbər sallallahu aleyhi ve sellem sözüdür. Hökmən, sənədən yox. Sənədi mövqifdir. Mövqif yəni sahabəyə qədər gəlir sənədi. Buna deyirlər mövqif hədis elmində. Peyğəmbər sallallahu aleyhi ve sellemə çatma sənəd. Amma hökmü isə o sənədin mərfudur. Yəni o sənədin hökmü Peyğəmbərə dayanmalıdır. Çünki İbn Ömər özündən deyə bilməz Allah dörd şeyi əlinə yaradı. İbn Ömər hardan bilirdi? İbn Ömər hardan bilirdi onu? Mütləq Peyğəmbər sallallahu aleyhi ve sellem eşidib. Ona görə bu cür rivayətlər, əsərlərin hökmü mərfudur. Bu cür əsərlərin hökmü mərfudur. Necə İmam Tabari rahimehullah öz təfsirində rivayət edib. Əhməd ibn Həmbəl rahimehullah deyir ki, Allahın qullarının qəlbləri Allahın iki barmaq arasındadır. Əhməd ibn Həmbəl deyir, rahimehullah. Hansı ki, hicrətin 241-ci ildə vəfat edib, rahimehullah. Deyir ki, Allahın qullarının qəlbləri Allahın iki barmaq arasındadır. Adəmi də əli ilə yaradıb. Və belə hədislər bizim əlimizdə gələrsə, belə hədislər bizim əlimizə düşərsə, necə gəlib elə deyirik. Yəni, necə hədis gəlib, biz də elə deyirik. Onlar deyir, yox, əl yox, qüdrət. Əl
burada qüdrət mənasındadır. Birincisi, əgər ərəb dilində əl sözü nisbət olunarsa, izafə olunarsa bir şeyə, o həqiqi əl nəzərdə tutulur. Yalnız onu o həqiqi mənasından çıxardan güclü bir dəlil olarsın. Əks halda zahirində qalır. Bəzi insanlar deyir ki, siz təvil eləmirsiniz, bəyəm siz ayənin mənasını yozmursunuz. Deyirik, yozuruq. Biz də yozuruq, Allahın sifətləri var ki, biz də onları zahirinə görə götürmürük. Biz olan ayəni zahirə görə götürmürük. Necə? Dəlillərlə, qaydalarla. Havaya yox. Siz havamıza uymur. Ona görə götürmürsünüz. Bu cür insanlar ikidir. Onların biri nədir? Əhl-i təvfid. Bunlar deyirlər ki, yəd. Mən bilmirəm mənası nədir. Yəd sözün təsdiqləyirəm. Mənasını bilmirəm. Bu necə olur? O birisilər deyir ki, yəd yox, qüdrət. Yəd burada əl deyil, qüdrətdir. Bunlar isə təvil əhlidir. Ona görə deyirlər ki, bir, Quran dəlilinin zahiri sənə işğal qaldısa, yəni ağlın, yəni ağla baxa, ağla qaytarırlar. Ya təvil et, ya da deyilən mənasını bilmirəm. Bu Allahın əqidəsinin əsaslarıdır. Ona görə onlar ikidilər. Əşarilərdən var, təvil əhli yozublar. Var təfvid əhli. Yəni, mənası var, biz bilmirik deyiblər. Deyiblər, mənası var, Allah bilir. Biz mənasını bilmirik. Yəni, Allah Teala kəlam nazil edib, mənası bilinmir. Yəd sözünün mənası bilinmir. Və qəribən təfriq nədir orada? Ayırma. Səndə əli başa düşürlər. Məsələn ki, eynə yəduk. Əlin hardadır? Allah Teala deyir ki, Musaya əlivi cibibə sal, yəni qoynuva sal. Təxruc beyda. Orada deyirlər ki, ya Musa əlin salsın. Yəni, əl demirlər qüdrətivi. Yəni, Musada əl bil. Allaha izafə olanı deyirlər bilmirik. Yəni, burada nə deməkdir bilmirik. Bu nədir? Bu nə fəsaddır? Ona görə onların biri var idi, danışır, deyir ki, mən türkdür, mufavviddir. Yəni, təvil eləyən deyil. Yəni, yəd qüdrətdir, əl qüdrətdir deyən deyil. Əl, bilmirəm mənasındadır. Yəd mənasını belə deyənlərdən, mənasını bilmirəm mənim. Deyir ki, mən hətta deyir öz tərcümələrimdə, indi ki, ağılla danışır. İnsan çox cahildir. Deyir, mən öz tərcümələrimdə hətta. O ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisləri var ki, məsələn, vəllədiyim nəfsi Muhammedin biyedihi, Muhammedin nəfsi əlində olan and olsun. Vəlləzi nəfsi Muhammedin biyedihi. Muhammedin nəfsinin əlində olana, yəni Allaha and olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem belə andları çoxdur. Deyir, mən belə tərcümə etmişəm. Muhammedin nəfsinin yədində olan and olsun. Tərcüməyə bax. İstəmir də yəd sözü əl tərcümələsin. Muhammedin əlinin qüdrətində olana and olsun. Muhammedin əlinin yədində olan. Muhammed ərəb sözü tərcümə eləyir. Vavul qasamdir. Tərcümə eləyir. Yəni, vav orada and vavıdır. Vəlləzi, and olsun o şeyə ki, o kəsə ki. Ona ki. Vəlləzi. Nəfs ərəb sözüdür. Nəfs-u Muhammedin. Muhammedin nəfsi. Birini də tərcümə eləyir bi. Lalə. Orada dadə mənasındadır. Yədi eləmir. Yəni, adam bu qədər dəl olarmı? Hamısını ərəbcə tərcümə edib, yəddə qalır. Bini tərcümə edir, o biyədihi. Yədi tərcümə edir. Niyə tərcümə edir? Sən deyir ki, Allah bilir mənası nədir. Necə də elə deyirəm. Yəni, əgər bu xəstəlik deyilsə, onda xəstəlik yoxdur. Bu xəstəlikdir. Bu insanın nə qədər şübhəyə düşdüyünə işarədir. Nə qədər qorxur bu tərcümə. Yəd sözün tərcümələmə qorxur. İbn Ömərin rivayəti gəlin qüdrət kimi tərcümə eləyək. Allah 4 şeyi qüdrətinə yaratdı. Onların məhzəbi ilə.
Allah dörd şeyi qüdrətinə yaratdı. Ərşi, qələmi, ədin cənnətini və Adəmi. Sonra başqa şeylər deyir ki, ol və oldu. Nə fərq var ki? Heç nə. Hamısı qüdrətindən deyir, ol və olur. Lakin təxsis etməsi, xüsusiləşdirməsi Adəmi və ədin cənnətin və qələmi və Adəmi bu dördünü xüsusiləşdirməsi qüdrətindən, yəni ol dedim və oldan ayırır. Onları Allah Subhanahu özü yaradıb əli ilə. O birisiləri isə yaradıb kəlməsi ilə. Hər ikisi qüdrətindədir Allahın. Lakin birini əli ilə yaradıb. Necə özü bilir. Mənə xəbər verməyib necə yaradıb. Mənə xəbər verib ki, yaratmışam. Məndən elə şey soruşursan ki, mən onu bilmirəm. Mənə deyir ki, necə yəni, necə? Bilmirəm Allah. Bilmirəm. İndi o bilmədiyimə görə inkar edeyim gədir. Və edeyim, burada əl deyil, qüdrətdir. Allahın kəlamını yozun. Yaxşı, biz yozuruq mu? Allah'ın təvil edir mi? Təvil edir. Əhlüsünnə və cemaat təvil edir. Məsələn, Allah Teala Quran-ı Kərimdə buyurur ki, Nəsullaha fənəsiyəhum. Allah'ı unuttular, Allah da onları unuttu. Başqa ayədə buyurur ki, Kəzəlikə ətətkə əyətuna, Kəzəlikə ətətkə əyəti, fənəsitəhə, və kəzəlikə l-yevmə tunsa. Beləliklə sənə ayətlərimiz gəldi. Sən unuttun, biz də unutduq. Biz deyirik ki, Allah Teala'ya unutmaq yaraşmaz, unutmaq naqis sifətdir. Biz ona görə Allah Teala'ya unutmaq, nisyan sifətini nə eləmirik? Nisbət eləmirik. La yadillu Rabbi və la yensə. Musa dedi Firona, Rəbbim nə azmaz, çaşmaz, nə də unutmaz. La yensə. Aydındır? Və deyir ki, və nəsiyəhum. Allah da onları unutdu. Yaxşı. Nə mənası var? Nədir məna burada? Nəsiyəhum. Yəni tərk etdi. Nə üçün? Çünki Allah deyir ki, kəzəlikə ətətkə əyəti. Sənə beləliklə ayələrim gəldi. Fənəsitəhə. Sən onları unuttun, yəni tərk etdin. Unutmadın ki, Kur'an var. Unutmadın ki, Peyğəmbər var. Bilirdin. Lakin sanki unuttun. Unutmaq orada tərk etməkdir. Və əməl, cəza əməlin növündəndir. Kədəlikəl yevmə tunsə. Bugün də unudulursan. Yaxşı, Allah unutdu mu ki, onun adı Vəli idi, filan idi, filan. Yox, unutmadı, bilirdi və əməllərinə xəbərdardır. Unutduq, yəni sən necə tərk etdin, biz də səni dil tərk etdik. Bu, necə deyirlər? Düzgün təvildir. Bu, düzgün təvildir. Təvil, yəni burada yarıyır. Ona görə alimlərdən kitablar yazılar. Bu təvil. Təvili məzəmmət ediblər. Hansı təvili? O təvil ki, onu əşarilər ediblər. O təvil ki, onu mu'təzillər, o təvil ki, onu cəhmilər ediblər. Amma əhlüs-sünnə sələfin etdiyi təvil məlumdur və mərufdur. Sələf təvil edib. Sələf Allahın sifətlərini təvil edib. Lakin hansı sifətlərini? Hansı sifətlər ki, Allah Teala'ya nöqsan gətirir? Allah deyir ki, la təxuduhu sinətun və la nəum. Rəbbivi nə yəni sinə, yəni nə mürgü tutmaz, və la nəum, yuxu tutmaz. Bu naqisli idi. Unutmaq naqisli idi. Aydındır. Və istehza. Allahu yestehzi'u bihim və yemudduhum fi tuğyanihim ya'mahun. Allah onlara istehza eləyir və onları tuğyanlarında boğur. Hətta yəni tuğyanlarında boğulsunlar deyə. Uzadır onlar üçün. Yəni, Allah istehza eləyir. İstehza özü özlüyündə naqis sifətdir. Və əhlüs-sünnə vəl-cəmaa Allah Teala istisna ilə, qeydlə istehza sifətini nisbət edib. Amma belə mütləq olaraq yox deyib istehza eləyir. İstehza eləyənlərlə. Yəmkuruna və yəmkurullah. Məkr edirlər, Allah da məkr edir. Hilə yəni. Məkəru və məkərallah. Məkr edirlər, Allah. İnnəhum yəkidunə keydə və əkidu keydə. Onlar hilə qurur, mən də hilə qururam. Lakin biz deyəmirik Allahın hilə quran sifəti. Deyə bilmərik bunu.
Baxma ki, özünə nisbət edib o sifəti. Lakin sələf şiddətli şəkildə həddlər çəkib, qoruyub Allah Taala'ya nöqsan gəlsin. Bəziləri ki, siz təvid eləmirsiniz. Yaxşı, bu ayəyə nə deyirsən? Və kədəlikəl yevmə tunsə. Bugün də ey qulum biz səni unuduruq. Allah unutqandır. Ya miskin. Sən niyə belə danışırsan? Əhlüsünnə vəl cəmaə təvil edir, o sifətdəki təvil qəbul edir. Amma Rəhmənu aləl arş istəva, Rəhmən ərşinə yüksəldi. Nə təvil? Əmintum mən fis-səmə. Səmada olandan əminmi qaldınız? Yəni rahat mısınız ki, olsun ayağınızın altına qazıb sizi bastırmaz yerin altına. Yəni bu qədər əminsiz yəni. Bəli, biz burada təvilə ehtiyac yoxdur. Fis-səmə, səmada. Aydındır, nə təvil edir? Yəni səmada yox, nə bilim, bu nədir? Ona görə sələf təvil eləyib. Lakin o sifətdəki təvil oluna bilər. Lakin sələf əqidəsində əsl budur ki, sifətlər zahirinə görə götürülür. Sifətlər zahirinə götürülür. Əgər onu o zahirindən başqa bir mənaya sərf edən bir qərinə, bir dəlil, bir qayda varsa, mərhaba, xoşdur. Məsələn, unutqanlıq sifəti. Allah'a nə nisbət eləmirik? Madam Allah özünə nisbət edeyim. Çünki orada mənası unutqanlıq deyil, hansı ki sən bilirsən məna unutqanlıq, yəni yadından çıxartmaq. Unutqanlıq orada tərk eləmək deməkdir. Yəni biz də sənə tərk edirik, yəni fikir vermirik sənə. Necə sənə ayələrimiz gəldi, fikir vermədin, cəza əməlin növündəndir. Və kədəlikə ətətkə əyəti fənəsitəhə, sənə ayələrim gəldi, sən bunu unuttun. Necə unutdu? Yəni bilmirdi Muhammed sallallahu aleyhi ve sellem gəlib, bilmirdi Quran Allah'ın kitabıdır, bilirdi. Lakin tərk etdi onu. Və kədəlikəl yevmə tunsə. Elə sənə də unuduruq biz. Necə unutmuşdun elə? Həm də bu təvil, gözəl təvildir. Gözəl hər şeyi qoruyursan. Allah subhanahu ta'ala kəlamında, hər şey yerində. Amma Allah'ın kəlamını ehtimal olmayan bir məna ilə təvil eləmək, onu zahirindən çıxardıb ayənin, demək ki, belə bir məna var ərəb dilində, bu düzgün deyil. Sələf belə təvil eləməyib. Və həmçinin Şafi rahimehullah, baxın qardaş, Əhməd ibn Həmbəl deyir ki, hansı ki olardılar biz həmbəliyik. Əhməd ibn Həmbəl deyir ki, rahimehullah, Allah'ın qullarının qəlbləri Allah'ın iki barmağı arasındadır. O Adəmi əli ilə yaratdı. Bizə belə hədislər gələndə necə gəlib elə qəbul edirik? Yəni təvil eləmirik. Necə gəlib elə təvil eləyirik. Və Həmbəli alimlər də belə deyiblər. Həmbəli alimlərindən bəzilər olub. İbn-i Cəvzi kimi. Həmbəli alim olub. Amma ad və sifətlərdə xataya düşüb. Demək ki, həmbəlilər hamısı belədir, bu xatadır. Mühüm bir nöqtə var burada, qardaşlar. Bu nöqtə mühümdür. Ən az təvil və təfvid edən həmbəli alimlər olub. Ən az. Yəni Hənəfilər, Şafilər və Maliklər alimləri həmbəli alimlərinə nisbət götürsək, onlar bu xataya daha az düşüblər, həmbəli alimləri. O biri məhzəbin alimləri daha çox düşüblər. Niyə bunlar həmbəli adı ilə gəliblər? Yəni, gələrdilər Hənəfi. Səni aparmaq üçün. Aydındır? Şafi'də daha çoxdur məhzəbində, belə deyənlər. Abu Hanifə məhzəbində daha çoxdur. Malikdə daha çoxdur. Həmbəldə azdır. 5-6 dənə alimdir. Götürüblər onları, gəliblər. Bütün Əhməd ibn Həmbəl beləsi, biz həmbəliyik. Və necə müdaxil ediblər sənə, daxil olurlar. Gəlib sənə deyir ki, qardaş, məhzəbsiz getmək olmaz. Məhzəbdə getməlisən, mütləq. Fiqdə hansısa bir məhzəbdə olmalısan. Təbii ki, düz sözdür. Hansısa bir məhzəbə tabi olmalısan, hansısa bir məhzəblə getməlisən, hansısa bir alimə iqtida eləməlisən, onun fikirlərinə və s. və l. Çünki sən müştəhid deyilsən. Haçana qədər, əlbə dəlil gəlinə qədər. Dəlil gəlindən sonra dəlil hamısından üstündür. Sən də ən yaxın deyərsən, mən həmbəliyəm. Səni birinci buradan salar həmbəliliyə, fiqdən. Bu hiylədir.
Sonra sənə gətirər həmbəli alimlər, deyər, bax, deyir ki, əl amma mənasını bilmirik. Bax, istiva mənasını bilmirik. Amma İbn Teymiyyə deyir ki, istiva yəni necə ki, yuxarı qalxır. Nə bilim, böhtanlar, şərlər. Çünki deyirsən, elmin çaşırsan elmin olmasın. Sən doğrudan nə? Doğrudan nə? Həmbəllər belə deməyib ki. Həmbəllər tafvid eləyib. Yəni, həmbəllər mənanı Allaha həmd edib, Allaha saxlayıb. Sadəcə ola ayənin zahirinə iman gətirib qutarıblar. Bu təvil edən istiva zahirinə görə götürülür, Allahın əli, zahir. Bunlar hamısı şeylərmiş ki, İbn Teymiyədən bəridir. Və sən qalırsan, biləcəksən ki, mən yeni həmbəliyəm. Adını da qoyub Əhl-i-Sünnə mədrəsəsi. Yəni, mən deyərdim ki, Əhl-i Bid'ə mədrəsəsi. Əhl-i Bid'ə mədrəsəsi. Əhl-i-Sünnə yoxdur orada, bidətdə olur. Onlar şərlidir. Yenə təvil eləyənlər onlardan yaxşıdır. Təvil eləyən yenə nəsə bir məna deyir. Bu deyir, məna yoxdur. Bu deyir, məna bilmirəm nədir. Yəni, Allahın qəzəbi, qadabullah. Bilmirəm. Yəni, mən bilməmsə Allahın qəzəbləmi nədir, mən niyə əməl edirəm ki? Mən bilməm ki, Allahın rəhmətin nədir, mən niyə əməl edirəm? Mən mənasını bilməmsə, niyə onun rəhmətini istəyirəm ki? Onun mənasını bilmirəm axı. Həm də budur, itir bunlar hamısı. Həqiqətən Rəbbimiz qəzəblənəcək, qiyamət günə bir qəzəblə ki, o qəzəblə heç vaxt qəzəblənməyib. Biz hamımız başa düşdük də. Necə qəzəblənəcək, bilmirəm. Amma qəzəblənəcək. Ondan əvvəl ilə qəzəblənməyib, deməli qəzəblənir indi də. Bizə burada məsələlər var, elə oxu get deyil ki. Rəbbimiz elə bir qəzəblə qəzəblənəcək ki, qiyamət günü. Deməli qəzəblənəcək. Allahın feilləri yenilənir. Aydındır? Allahın feilləri yenilənir. Və Əhl-i-Sünnə əqidəsidir. Kəlamı yenilər, hərdən danışır, hərdən danışmır. Bunlar bunu inkar edirlər. Deyir, kəlam sözün ərəb dilində, Quranda ispat edirəm, kəlam mənası bilmir. Amma deyirsən, bir kəlam denən deyir. Ona görə, inşallah kəlam sifətinə çatarıq mı, bilməm, çatmarıq mı, Allah bilir. Şafi Rahimallah deyir. Şafi Rahimallah deyir ki, inşallah kəlama çatsaq o qıssanı danışsam sizə, inşallah. İmam Şafi Rahimallah hicrətin 203-cü ilində rəfat edib, 204-cü rəfat edib. Hicrətin 204-cü rəfat edib Rahimallah, dünyasını dəyişib. Deyib ki, Allahın adları şaf edir və sifətləri kitabda gəlir, Allahın kitabında. Və o barədə Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verib, öz ümmətinə, o eşidəndir və 12 əli var. Şaf edir. O eşidəndir və 12 əli var. Şaf edir rahiməllah. Sonra da ayəni gətirir ki, bəl yədəhu məbsutatan, əksinə hər iki əli açıqdır. Və ənə ləhu yeminən, Allahın sağ tərəfi var. Və səməvatü mətviyyətun bi yemini, səmalar onun sağına büküləcək. Təbəqatul Hənəbilədə zikr olunub. 1-ci cild səhifə 282. İbn-i Quteybə Əd-Dinəviri rahiməhullah öz təfsirində yaşayıb hicrətin 276-cı ildə, yəni İbn Teymiyədən qabaq yaşayıb. Deyir ki, bəl yədəhu məbsutətən, onun iki əldə açıqdır. Deyir ki, huməl yədəni illətəni tə'rifu ən-nəs. O elə iki əldir ki, insanlar onu bilir, yəni əli bilirik. Yəni. Allah'ta necədir, Allah bilir. Amma biz bilirik əl nədir. Allah'ta necədir, Allah bilir. Özü bilir, biz onun işinə qarışmırıq. Kədəlikə qalə İbn Abbas radiyallahu anh. Belə də İbn Abbas deyib. İbn Abbas radiyallahu anh deyir ki, hədihil əyə, bu ayədə deyib ki, əl-yədəni, əl-yədən. Yəni, iki əl elə iki əldir. Yəni, o iki əldir, bildiyimiz iki əldir. Bu cəhmilərə rəddə deyib. Yəni, alimlər ispat ediblər. Əl-əldir. Və həmçin İmam Bərbəhər rahiməhullah Şərh-i Sünnəsində, hansı ki, səhv etmirəmsə, şeyx bu kitabdan qabaqı kitabda onu oxuyurdu. Burada məsciddə Bərbəhərinin şərhini oxuyub şeyx. Orada şeyx rahiməhullah buyurur ki, Allah eşidəndir və görəndir. Allah eşidəndir və biləndir. Hər iki əldə açıqdır. Şeyx rahiməhullah Həmbəli olub. Əhməd ibn Həmbəl tələbəsi olub.
Birbaşa. Yəni o həmbəllər harda deyə? Gedirlər İbn Cəvzidən tapıb gətiriblər bir iki dənə əsər. İbn Əqildən. İbn Əqil həmbəlidir. Xata edir. Yəni həmbəllik İbn Əqil demək deyirlər. Və ya İbn Cəvzi demək deyirlər. Alim olublar. Xataya düşüblər. Sən gəl mənə ilzam elə ki, bax İbn Cəvzi belə deyir. İbn Əqil belə deyir. Sən belə həmbəli ol. Vallahi bu müsibətdir. Alimlər olan addan gözəl qoyublar. Hənəbilə cüdud. Yeni həmbəllər. Yəni qədim həmbəllər elə olmuyor. Onlar hənbəlidirlər. Adı və sifətlərdə də cəhmidirlər, müfovviddirlər. Təkvirdə də xavaricdirlər. Təkvirdə də xavaricdirlər. Allah bilir. Təriqətdə nədirlər bilmirəm. O bəlkə də fərqlənirlər, hamısı eyni deyil. Həmçinin Əbu Nasir Əs-Siczi rahimehullah Hicrətin 444-cü yaşayıb Əhl-i Sünnənin alimlərindən olub deyir ki, Əhl-i Sünnə müttəfiqdir ki, Allah Taala'nın iki əli var. Əhl-i Sünnə müttəfiqdir ki, Allahın iki əli var. Necə bu varid olub sünnədə və əsərdə və kitabda. Və sonra oxudu ki, limə xaləqtu biyədəyi, iki əlimlə yaratdığıma. Yəni, ey iblis niyə səcdə eləmədi, o ayəni oxudu. Və qalən Nəbiyyü sallallahu aleyhi ve sellem, və deyir Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, və kiltə yədəyir rəhməni yemin. Rəhmanın hər ikisi əli sağdır. Yəni, sağdadır. Hədis Müslimdədir. Hədis Müslimdədir. Bu xəbəri heç kim verə bilməz Peyğəmbər sallallahu aleyhi ve sellem başqa. Heç kim deyəməz Allahın iki əli sağdadır. Bu xəbəri demək üçün cürət lazımdır. Aydın? Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verib. Sallallahu aleyhi ve sellem. "Ma yantiqu anhu in huwa illa vahyu yuha." O danışdı hamısı vəhd. Ona görə Amr ibn As dedi ki, ey Allah Rasulü, əvvəl mənə qadağa etmişdin hədis yazmağı. İndi yazınmı? Çünki bəzi hədis inkarçıları deyirlər sahabələr hədis yazmır, yalan deyirlər. Ayşə radiyallahu anh yazırdı, Əbu Hüreyrə yazırdı, Amr ibn As yazırdı. Ayşə radiyallahu anh həc kitabı var idi, həc kitabı. Həc hədisləri Peyğəmbər sallallahu aleyhi ve sellem yığmışdı özü üçün. Yazmışdı radiyallahu anhə. Özü hədis danışırdı radiyallahu anhə. Amr ibn As deyir ki, ya Rasulullah, bir vaxtı mənə qadağa etmə. O qadağa da qardaşlar, Quranla qarışmasın deyəydi. O qadağa bir məsləhət üzərindəydi. O məsləhət aradan qalxandan sonra icazə verdi yazmağa. Dedi, yaz. Sonra ağzına işarə elədi ki, buradan ancaq haqq çıxır. Yaz. Yaz, buradan ancaq haqq çıxır. Ona Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın eşitməyin, görməyin bəzi rivayətlərdə gəlib ki, vəsf eləyəndə əlin gözünə və qulağına işarə edib Peyğəmbər sallallahu aleyhi ve sellem. Bənzətmə olsaydı və sahabələrə ağlına bənzətmə gəlsəydi, eləməzdi Peyğəmbər sallallahu aleyhi ve sellem. Bunlar deyir ki, demə əl demə. Beş parmaq mənim yada düşür əl üzərində. Yəni tüklər və s. dırnaq. Sən kim deyir belə? Sən niyə elə başa düşürsən ki? Yəni əl hamısı elə deyil axı. Peyğəmbər sallallahu aleyhi ve sellem Rəbbimiz eşidir, sallallahu aleyhi ve sellem deyir, Rəbbimiz eşidir və görür. Sonra deyir, belə elədi. Əlini gözünə və qulağına. Ona görə eyb etməz demək. Bəzi alimlər icazə verib. "Vəs-səmavatu matviyyatun bi-yəmini." Matviyyatun deyəndə öz ovucunu göstərəsən. Səmalar onun ovucuna büküləcək. Aydındır? Təbii ki, biz demirik Allah'ın ovucu bilə, ovucu billə. Bu küfürdür. Lakin biz bilirik ovuc nədir. Rəhman ovucu nədir? Allah bilir, mən necə, mən bilmirəm. Mən bilmirəm, Allah mən bilmirəm. Sən deyərdi. Nə bilirəm, onu deyirəm. Mən bilirəm ki, deyib ki, əlim var. Qullarımın qəlbi iki barmağım arasındadır. Mən bunları bilirəm, bunları deyirəm. Barmağı, barmağı. Necə? Allah bilir, bilmirəm. Necə qəlblər barmağı arasındadır? Onu da bilmirəm. Onu da bilmirəm. Mən qeyb məsələlərdən nədir, onu deyirəm. Sən kimi inkar eləmirəm, nə də ki, yozmuram. Nə bilirəm, onun üzərindəyəm. Və sonra, bəli, inşallah kəlam sifəti, eyb etməz kəlam sifətində, bəli, azandan sonra. Və həmçinin Allah Taala'nın sifətlərindən kəlam. Kəlam da Allah'ın sifətidir. Allah Teala buyuruyor ve kellem Allahu Musa teklimə.
Allah Musa ilə danışdı. Həmçinin Allah Teala bu Nisa surəsi 164-cü ayədir. Həmçinin Allah Teala buyurur ki: "Və in ahadun minel müşrikin istajaraka fa'ajirhu hatta yasma' kalamallahi thumma ablighu ma'mana." Allah deyir ki, birdən müşriklərdən kimsə ey Muhammed, səndən Allahın kəlamını dinləmək istəsələr, onlara möhlət ver, dinləsinlər. Kəlamın Allahın kəlamı. Kəlam Allah, Allahın kəlamı. Bu da izafədir. Yəni kəlam Allah'a nisbət olunur. Həmçinin Allah Teala buyurur ki: "Qul law kana al-bahru midadan li kalimati rabbi lanafida al-bahru qabla an tanfada kalimatu rabbi wa law ji'na bimithlihi madada." Allah Teala buyurur ki, de ki, əgər dənizlər mürəkkəb olsaydı Allahın kəlamını yazmaq üçün, həqiqətən də o mürəkkəblər bitərdi, yəni dənizlər bitərdi, lakin Allahın kəlməsi bitməzdi. Hətta o qədər də köməkçi gətirsəydik, yəni o qədər də dənizlər gəlsəydi. Həmçinin Allah Teala Quran-ı Kərimdə buyurur ki, bu da Kəhf surəsi 109-cu ayədir məruf. Bundan qabaqki Tövbə surəsi 6-cı ayədir. Səndən müşriklər icazə istəsələr, möhlət istəsələr Allahın kəlamını dinləmək üçün onlara icazə ver. Allahın kəlamını dinləsinlər. Həmçinin Allah Teala Saffat surəsinin 104-cü ayəsində buyurur ki: "Və nadeynahu ey İbrahim." Və biz çağırdıq, nida etdik ki, ey İbrahim. Kəlam bu. Həmçinin Allah Teala buyurur ki, Şuara surəsinin 10-cu ayəsində: "Və iz nada rabbuka Musa." Sənin Rəbbin Musanı çağırdı. Əni iti qavmə zalimin. Get zalim qövmin yanına. Yəni get onları başa sal. Həmçinin Qasas surəsi 30-cu ayə Allah Teala Musanı çağırmandan danışır. Yəni deyir ki, Allah Teala o mübarək yerdə dedi ki, ey ya Musa, dedi ki, ey Musa, inni ənəllahu rabbul aləmin. Mən Allahım, aləmlər Rəbb olan. Kəlam Allahın sifətidir. Allahın sifətidir və Allahın həm zatı sifətidir, həm feili. Zatı sifəti nədir qardaşlar? Allah danışa bilir deməkdir. Yəni kəlam onun zatındadır. Feili sifət nədir? Feili sifət odur ki, Allah Teala istəyəndə onu edə bilir. Məsələn, zatında danışa bilmək var, istəyəndə onu feilinə çevirir. Aydındır? Və Allah Teala'nın danışması Tövratda da gəlib, İncildə də gəlib, Zəburda da gəlib, Quranda da gəlib. Qeyri-məxluqdur. Və ondan da Allahın kəlamı özündəndir. Və ona qayıdacaq. Və əhl-i-sünnənin əqidəsidir. Minhu bədə və ileyhi yaud. Ondan da yəni o danışıb birinci. Ona qayıdacaq, yəni axırda qiyamət saatından bir neçə müddət qabaq, Allah bilir nə qədər, Allah kəlamı götürəcək yer üzərinə. Heç kim Quranı bilməyəcək. Mushaflar hamısı qalxacaq göyə. Və əzbər bilənlər də səhər ayılacaq ki, heç nə bilmir. Bir dənə cəmaat olacaq, deyəcəklər Allah, Allah. Onlar o vaxtın möminləri olacaq, muhsinləri. Deyəcəklər Allah, Allah. Onlar o vaxtın möminləri olacaqlar. Deyəcəklər ki, eşidirdik, babalarımız deyirlər Allah, Allah. Belə bir söz eşidirdik. Biz də deyirik onu. O vaxt üçün iman olacaq. Allahu Akbar. Yəni, minhu bədə ondan başlayıb, ileyhi yaud ona qayıdacaq bu mənadadır. Yəni, o başladı bu kəlamı, danışdı. Tevratı nazil etdi, İncil'i nazil etdi və ətəynə Davudə zabura, Davuda zabur verdik. Quran danışdı. Minhu bədə, ondan başladı. İleyhi yaud qaldıracaq özünə. Əbu Zəkəriyyə Fərra, rahiməhullah, hicrətin 207-ci ildə vəfat edib, lüğət alim olub. Yəni, lüğətdə də güclü olub, lüğətdə də alim olub. Və alimlər ondan gətirirlər. Deyir ki, ərəblər kəlam sözünü məsdəri ilə işlədəndə orada həqiqi sözdən və danışıqdan söhbət gedir. Yəni, məsələn, deyirəm ki, Allah deyir, kəlləməllahu Musə təklimə. Kəlləmə feildir. Təklim mastardır. Məsələn, kəlləmə danışdı. Yükəllimu, indi danışın. Kəllim əmridir, danış. Təklimun və təklimən bu məsdərdir. Əgər bir şey, bir feil
cümlədə mastarı ilə gələrsə, o feilin özü istənilir. Məsələn, biri var ki, deyirsən ki, bir nəfərə kimisə vurmağı demək istəyir. Deyirsən ki, darabtuhu, vurdum o darbən. Mastara deyirsən, darbən. Zərbə ilə vurdum onu, zərblə vurdum onu. Yəni, sən o mastarı deməklə, sən onu elədiyi demək istəyirsən. Yəni, elə başa düşməsində vurmuşam, yəni, elə belə toxunmağın da var. Darabtuhu, darbən. Onu bərk vurdum. Yəni, vurdum onu möhkəm. Kəlləməllahu Musa təklimə. Allah Musa ilə danışdı. Və deyir ki, ərəb dili, ərəb örfü, adəti, feili məsəri nə işlədirsə, bu kəlamın, feilin həqiqətini ona başa salmaq üçündür. Ona görə lüğət elmində buna nə deyirlər? Kim bilir? Məf'ul mutlaq. Əhsənd. Məf'ul mutlaq. Yəni məf'ul mutlaq, yəni etdim onu, yəni o əməli etdim. Yəni mütləq şəkildə bəyan edirsən ki, bu əməli etdi. Aydındır? Məf'ul mutlaq, bəli. Allah razı olsun. Necə deyir ki, bunu İmam Bəğəvi rahimehullah öz təfsirində gətirir, Fərradan. Bəğəvi də İbn Teymiyədən qabaq yaşayır. Suddi rahimehullah hicrətin 127-ci ildə vəfat edib. Deyir ki, Allahın deməsi ki, səndən müşriklər, ey Muhammed, səndən müşriklər möhlət istəsələr ki, Allahın kəlamını dinləməyə, onlara möhlət ver, Allahın kəlamını dinləsinlər və deyir ki, əmmə kəlamullah vəl-Qur'an. Amma Allahın kəlamı Qur'andır. Bunu təfsir İbn Əbi Hatim də gətirir. Həmçinin təfsir Tabari də var. Əhməd ibn Həmbəl rahimehullah deyir ki, yəni Əhl-i Sünnə vəl Cəmaət deyir ki, Allah hələ də danışır. Əgər istəyərsə, biz demirik ki, Allah danışıb və bitib. Demirik elə. Bunu da deyib zındıqlara rədd eləyəndə, yəni cəhmilərə. Niyə cəhmilərə? Çünki cəhmilər bunları yozurlar. Deməli, Əhməd ibn Həmbəl yozanlara rədd eləyib də, deyib ki, kəlam aydındır Allahın kəlamı, yəni Qur'an. Allah hələ də danışır. Bu tam mənanı başa düşməkdir, tam mənanı verməkdir. Allahın kəlam sifətini. Lakin istəməyəndə insan istəmir də. Qalə Həmbəl İbn İshaq Qultu li Əbi Abdillah. Yəni Həmbəl İbn İshaq deyir ki, Əbu Abdullahdan soruşdum, yəni Əhməd ibn Həmbəldən. Allah qiyamət günü qulunu danışdıracaq. Dedi, bəli. Yəni qulunla danışacaq. Dedi, bəli. Və dedi ki, kim qullar arasında hökm eləyəcək? Yəni Allah əgər qullarını danışdırmasa qiyamət günü, kim onlar arasında hökm eləyəcək? Allah danışacaq. Və ondan soruşacaq. Allah danışır. Davam edir Əhməd ibn Həmbəl. Bir sual verib. O dedi ki, hə danışacaq. Deyərdi qutardı. Deyir ki, bəli danışır. Bəs qullar arasında kim hökm eləyəcək? Yəni danışmadan necə hökm eləyəcək? Danışacaq və soruşacaq. Allah danışır. Allah danışandır. İstəyənə danışır. Hökm edir. Onun tayı və bərabəri yoxdur. Nə vaxt istəyir və necə istəyir danışır. İbn-i Kubraya bax. İbn-i Battaya. İbn-i Teymiyədən qabaq yaşayır. Həmbəli alimlərindən biri. Yəni İmam Əhməd Rahiməllahın bir qıssasını da deyim, bir nəqlini də deyim və sonra o qıssanı sizə danışıram. Salih ibn Əhməd ibn Həmbəl, İmam Əhmədin övladlarının biridir. Atasına soruşur. Yəni Əhməd ibn Həmbələ. Adı Salih olub. Deyir ki, Əhməd ibn Həmbəl belə dedi. Yəni atam belə dedi. Cibril səmi'əhu minallah.
Cibril Quranı Allah'tan eşidib. Yəni Allah danışıb onu eşidib. Və Nəbi səmiyə min Cibril. Muhammed sallallahu aleyhi ve sellem Cəbral'da eşidib. Və sahabətu səmiəthu minən Nəbi. Sahabələr də onu Peyğəmbərdən eşidib sallallahu aleyhi ve sellem. Bir gün həmbəlilərdən biri olur, həmbəli alimlərindən biri. O vaxtda mötəzillər hakimlərə müdaxilə eləmişdilər. Ona görə də çox alimləri tutdular. Onlardan biri də Əhməd ibn Həmbəl çox əziyyət çəkdi o mötəzillərin fitnəsindən. Lakin o hakim biraz rəhimli olur, biraz ağıllı olur. Həmbəli alimlərindən birini zindandan çağırır və ya evindən çağırır ki, yanında olan mötəzili alimlərinin münazirə etsinlər. Danışsınlar, yəni əks tərəfə də qulaq asın. Çağırır və hakimin önündə bunlar münazirə edirlər. Ona görə münazirə olar. Bunlar da münazirə deyir, gəl münazirə eləyək. Münazirə olaraq hakim çağırsa. Yoxsa sən deyirsən YouTube'da gəl münazirə eləyək, mən deyir, gəl ki, eləmirəm. Lazım deyil elə şey. Əhl-i sünnə və cəmaə yolu deyil. Sələf münazirə eləməyib, çəkilir belə şeydən. Qaçıb münazirədən. Aydındır, ona görə İmam Malik yana bir gedib gəməklə münazirə deyir ki, birdən sən mənə qalib gəlsə nə olacaq? Deyir, keçərsən mənə məzhəbimə. Deyir, yaxşı, bir dənə Nasrani gəlsə bizdən elmlidir, Xristiyan. O bizi üstələsi, deyir, işte Nasrani olarıq. Deyir, səni belə görəm, maşallah, dayanacaqların çoxdur da səndə. Hansında düşərsən, mən hələ buradayam. Mən bilirəm ki, Allahdan gələn nədir, Rasulundan gələn nədir. Mən belə çox dəyişməyi xoşlamıram, sənə dəyişkən görəm. Yəni, tərk elə bu mirar, cidal, mübahisəni. Lakin hakim istəyərsə vacibdir elm adamına ki, geçsin, izah eləsin, hakim şübhəyə düşməsin. Və hakim çağırır bu həmbəli alimindən birini, yəni sələf alimindən birini və mötəzili şeyxləri də hakimin ətrafını alıblar. Onları doldurublar əhl-i sünnəyə qarşı, sələfə qarşı və olub belə şey tarixdə. Ona görə hakimlər islah olması çox böyük neymətdir. Çox böyük neymətdir. Həddindən artıq. Onlara haqqın gəlib çatması çox böyük neymətdir. Həddindən artıq böyük neymətdir. Yəni, bu şeyin gedib bəzən hakimlərə çatmamasından böyük alimlər əziyyət çəkiblər. Böyük alimlər. Və hakim də ağıllı adamdır. Yəni, o hakimdirsə ağıllı adamdır. Yəni, şey deyil, yəni. Nə gəldi deyəsən. Mötəzili deyir ki, ya həmbəli. Ey həmbəli, baxmadan hakimin yanında hörmət var, səsi yuxarı. Özdə, ey həmbəli, ya həmbəli. Bu alçatma yəni nidasıdır. Aydındır, ya həmbəli, ey həmbəli. O deyir ki, nə, bəli. Deyirsən, zənn eləyirsən ki, Allah danışır. Deyir, bəli. Allah danışır. Zənn eləmirəm, yəqin bilirəm ki, Allah danışır. Deyir, ey həmbəli. Deyir, bəli. Deyir, birdən qiyamət günü Allahla üzbəyiz deyansan. Qiyamət günü. Sənə desə ki, ey həmbəli, hardan bilirdin mən danışıram? Deyir, elə belə bilirəm də, sən deyirsən ki, danışacaqsan. Özün deyirsən ki, Allah deyəcək ki, ay həmbəli, hardan bilirdi ki, mən danışıram? Deyir, elə belə bilirəm. Deyir, belə biləcəm ki, belə bilirəm də danışır. Sən deyirsən. Deyir, lazım deyil, qiyamət günü gəlsin. Sən özün deyirsən də, Allah deyəcək ki, ey həmbəli, hardan bilirdin mən danışıram? Deyir, bax, belə bilirəm danışır. Yəni, bidət əhli qardaşlar fikirləşmədən danışır. Elə bilir ki, indi güya hakimin qabağında bunu deyəcək ki, o deyəcək ki, Allah mən necə deyəcək ki, ey həmbəli. Özün deyirsən, ona görə Şeyxülislam rahimehullah, onun gözəl sözü var. Deyir ki, bidət əhlinə rədd eləməmişdən qabaq, tələsmə. Sözünü oxu deyəm, biraz bax onun sözünə. Öz sözü üzə rəddiyə dözmə. Gel, başqa şey axtarmaq lazım deyil. Öz sözünü diqqətlə oxu. Bir dəfə oxu, 2 dəfə oxu, 3 dəfə belə diqqətlə oxu. Görəsən ki, öz sözündə özünə rədd var. Çünki bidət əhlinin qələmin əvvəli axırına ziddir. Yəni, bidət əhli yazır, başlayır. Qutaranda özündən danışır. Aydındır? Yəni, mümkündür. Görürsünüz bu günləri düzəldirlər bidət əhlinin sözlərini. Qoyurlar, mesela belə deyib, belə deyib, belə deyib. Dəhşət. Hətta birinə səhv etmirəmsə Əşaridir. Şeytan yaşlı kişidir. Ama şeytan deməzdim hətta indi deyəcəyimi yəni eşitməsəydim. Deyir ki,
deyirlər ki, sən bir yerdə Şeyx İbn Baz üçün demirsən ki, A'məl basira vel basira və A'məl basira vel basira və basar vel basira. Yəni gözü də kördür, bəsirəti də kördür. Belə demirsən. Deyirlər, yox. Qultu demişəm ki, A'məl basar. A'məl basar vel basira. Belə deyib. Deyir, yox, mən demişəm ki, A'məl basar, gözü gördü. Səs yazsın qoyurlar ki, deyir ki, A'məl basar vel basira. Səs yazsın qoyurlar özün ki, deyib ki, gözü də kördü, qəlbi də. İspat eləmək olmuş. Yəni deyirlər ki, sən İbn Baz da xoşlamır, Əşaridir. Deyirlər, sən demirsən ki, səhv etməmsən Əşaridir. Birdən deyirlər ki, Əşari deyil, Maturidi deyil. Belə bir də təhlildə. Deyir ki, demirsən ki, Şeyx İbn Baz A'məl basar vel basira, gözü də kördü, qəlbi də. Deyir, la. İnnəmə qultu, ancaq demişəm ki, A'məl basar, gözü kördü. Səsin qoyurlar ki, deyir ki, A'məl basar vel basira. Gözü də kördü, qəlbi də. Yəni, təsəvvür etir. Bidət əhli bilmirlə danışır. Bilmirlə danışır. Ona görə onlar necə Şeyx də qeyd elədi dünən ümumiyyətlə. Kim sünnəyə ziddi, kim sünnəyə müxalifdir, o ziddiyyətə necə Şeyx Hüsam deyir ki, mən xaləfə sünnətə qad tənaqat. Hədə Şeyx Hüsam sözdür. Kim sünnəyə ziddisə ziddiyyətdadır. Mümkün deyil də o, mümkün deyil. Ya ziddiyyətdə olmamaq üçün ya sünnəyə tabi olmalısan, sünnədən çıxdınsa ziddiyyətdasan, yerin də yoxdur. Yəni ki, üçüncü yeri yoxdur da. Ya var haqq, var zəlalət, o da ziddiyyətdir. Yoxdur, orta ki, qeyb deyanırsan oradakı, qardaş, nə beləyəm, nə belə. Belə yoxdur. Var ortada qalanlar, o heç. O da rahitəndir. Yəni, ortada qalmaq orta yol deyil. Necə bəzilə elə başa düşür. Deyir, mən ortadayam, qardaş. Sən ortada qalmışsın. Aydın da orta yol sələfin yoldur. Oradan orta yoxdur axı. Allah razı olsun. Selamun aleyküm və rahmetullahi və berekatuhu.